Bunu özümə düzəltdiyim üçün əlcəksiz düzəldirəm. Sonra kommentlərdə yazırsınız ki, əlcək taq, nə bilim neynə. Uşaqlar, kəllə söyüş düzəldirəm özüm üçün. Qəşəng rahat-rahat. Tələsmədən. Birinci var belə qəşəng petruşkasını qururam. Bu şəkildə. Düzdür. Sonra nəyə vururuq? Sonra götürürük. Burada qəşəng dilimiz var. Dil. Sonra qəşəng bu şəkildə uzun-uzun. Qəşəng dilimizi doğrayırıq. Video biraz uzun olacaq, amma maraqlı video olacaq. Baxın. Gəlin, baba, siz də belə ləzzətli baba bu cür var, söyüşlərdən yeyin. Qəşəng var, birinci dilimizi türkün məsəli. Atırıq petruşkamızın üstünə. Sonra burada var yanaq. Gördüyünüz kimi. Bunu da baba belə yenə uzun-uzun, səriqəli şəkildə. Bıçağımız da ki, kəsmir. Ayçım, bıçaq niyə kəsmir? Yaxşı olar, yaxşı. Sonra belə yanağımızı vururuq. Qəşəng bu cür. Qətiyyən tələsmirik. Sonra qəşəng qırmızı soğan. Çəkmə yaxından. Bunları elə vururuq xırda-xırda, ləzzətli şəkildə. Bu etapda nə edirik? Yüngül bir dənə bura, kimyon, arxasıyla da duzu, acı yediyim üçün qəşəng qırmızı pul biber, qara pul biber. İndi keçdik. Əsas məsələyə nədir? Beynimiz. Beyin deyil də bu şeydir, kərə yağı. Bunu da vurduq. Sonra bu kəllənin gözünün qırağıdır. Qıraq ətlərdir. Əslində beyni ən axırda vururlar. Amma mən qabaqcadan vurdum ki, qarışsın. Bu da ki, tam gözünün özüdür. Bu videoya səbirli adamlar baxsın. Səbirsiz adamlar baxamayacaq. Keçdik sonra nəyə? Pomidorumuza. Parmağımı da aparacam arada. Ona bax da. Qiymətdəki cəmi 6 manat 99 qəpik, 7 manat. Amma bir dənə bu boyda dolu şey. Sonra qəşəng biberini də vurursan. Görsünə nə qədər şey vurulur. Bunu da vurdum belə. Bunun ağzını bağlamaq var. Ki bu çətin bağlanar. İyi söyüşün ağzı bağlanmalı deyil. O söyüşün ağzı bağlandısa o iş deyil. Gelir birbaşa hara? Mədiyə. Gəlin siz də şırdan baxın xalqlar filyalında. Kəllə söyüşdən sifariş verin. Nuş edin.